Hazırda bir çox vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu halda onların pensiya kapitalına yığılan vəsaitin aqibəti qeyri-müəyyən qalır. Səbəbi odur ki, həyat yoldaşı bəzən həmin vəsaiti ala bilmir və pul büdcədə saxlanılır. Eyni vaxtda rəsmi işləyənlərin maaşından avtomatik olaraq sığorta, pensiya və vergi üçün müəyyən hissələr tutulur. Belə halda könüllü pensiya sistemindən imtina edib yalnız vergi ödəmək mümkündürmü? Əgər vətəndaş könüllü pensiya hesabına qatılmaq istəmirsə, sadəcə vergi ödənişi ilə rəsmi maaş alması mümkündürmü? Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, hazırda Azərbaycanda pensiya sistemi Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunan məcburi dövlət sosial sığorta prinsipi ilə işləyir. Hələ ölkəmizdə könüllü pensiya segmenti fəaliyyət göstərmir. Söhbət dövlətin məcburi pensiya sistemindən gedirsə, hüquqi olaraq imtina mümkün deyil. Rəsmi əmək müqaviləsi ilə işləyən bütün şəxslər dövlət sosial sığorta haqqı, o cümlədən də gəlir vergisi, işsizlik sığortası, icbari tibbi sığorta haqqı ödəməyə məcburdur. Məsələn, şəxs rəsmi əmək müqaviləsi ilə işləyir, ancaq sosial sığorta tutulmasından imtina edir. Bu imtinanın heç bir hüquqi qüvvəsi olmayacaq. İşə götürən yenə də sosial sığorta haqqını tutmağa məcburdur. Tutulmazsa və bu qanun pozuntusu vergi yoxlamaları zamanı aşkar edilərsə, işə götürən cərmələnə bilər, geriyə dönük borc hesablanar, əlavə maliyyə sanksiyaları tətbiq oluna bilər.